Salam uşaqlar, bugün mən sizə maddə miqdarı Avogadro qanunu testlərindən 32-ci sualda növbəti sualların izahını verəcəm. Gəlin ilk öncə 32-ci suala baxaq. 32-ci sualda uşaqlar birinci test izahlarını verməmişdən əvvəsində bir məlumatı bölüşmək istəyirəm. Mənim özümün artıq sentyabrın 1-dən hazırlıq qruplarım başlayır. Həm fərdi şəklində, həm də qrup şəklində, həm onlayn, həm də əyani olmaqla. Və YouTube-da belə bir videoların davamlı olmasını istəyirsinizsə kanalına abunə olmağı və like atmağı unutmayın. Və hazırlığa qoşulmaq istəyən şagirdlərimiz də varsa 051, burada nömrəni qeyd edeyim. 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Deməli uşaqlar, gəlin 32-ci suala baxaq. 32-ci sualda bizə verib ki, 28 qram C4H8 yanarkən karbon qazı və su əmələ gəlir. Bu reaksiya üçün hansı qrafiklər doğrudur? Deməli C4H8 yandıqda uşaqlar, istənilən karbohidrogen yandıqda karbon qazı və su verir. Biz bilirik ki, birinci reaksiyanın tənliyini yazırıq. İkinci qaydamızı əmsallaşdırmaqdır. Bura 4, bura 4 və burada 6 yazırıq. Deməli 28 qram karbohidrogen C4H8 yandıqda karbon qazının mol miqdarı verib. Bizə birinci qrafikdə 2 mol alınır. Gəlin bilmirəm nə qədər alınır. Yazıram x mol. Biz bilirik ki, əgər yuxarıda qram verilibsə, aşağıda həmin o maddənin emirini yazırıq. C4H8-in emirdəki 56 qramdır, qeyd edirəm. Mol da verilibsə yuxarı hissədə, aşağı hissədə həmin o maddənin əmsalını yazıram, yəni 4 yazıram. Və buradan x hesablasız tənasib yolunu görəcəksiniz ki, x 2-dir, yəni 2 mol karbon qazanılır. Bu doğru bir ifadədir. Sonra uşaqlar baxaq suya. Deməli 28 qram C4H8 yandıqda nə qədər su alınır bilmirik. X qramda, amma 56 qram yandıqda 4 vurulsun 18, yəni 72 qram su alınır. Deməli burada da x hesablasaz tənasib yolu ilə bu cür hesablasaz x-i görəcəksiniz ki 36 qram su alınır. Deməli 2 də doğrudur. Üçüncü qrafikdə isə uşaqlar bizə oksigen həcmini soruşurdu. Oksigen həcmi bilmirik deyə bura yazırıq bir x litr və aşağısında yazacaq ki 6 vurulsun 22,4 litr. Oradan da x hesablayacaqsınız ki 28 vurulsun 6 vurulsun 22,4 bölünsün 56. Və uşaqlar bunu da hesablasaz görəcəksiniz ki 67,2 litr eləyir. Amma üçüncü qrafikdə isə 44,8 litr deyirdi. Üçüncü qrafik yanlışdır. Doğru olanlar isə 1-dən 2 olan variantdır. Deməli 1-2 olan variant yəni uşaqlar Y variantıdır. Sonra gəlin baxaq 33-cü sualda bənzər sualdır. 33-cü sualda verib ki 22 qram C3H8 yanarkən karbon qazı və su əmələ gəlir. Bu reaksiya üçün hansı ifadələr doğrudur? Deməli C3H8-in yanma tənliyini yazaq. C3H8-in üzərinə oksigen gəldikdə alınır karbon qazı və su. Bura 3, bura 4, bura isə 5 yazılacaq. Deməli 22 qram C3H8 yanarkən karbon qazına mol miqdarı verir ki, bizə birinci qrafik üçün 3 mol alınır. Gəlin görək doğrudurmu? Karbon qazına deyək bir x mol, 22 qramda x mol alınırsa, C3H8-in emeri 44 qramda, karbon qazı 3 moldur. Deməli buradan hesablayırsınız ki 22 vurulsun 3 bölünsün 44, eləcə 1,5 mol karbon qazı alınmalıdır. Amma sizdə 3 mol karbon qazı alındığını qeyd edibdir, bir yanlışdır. Sonra suyun kütləsi, bura yazıram ki x qram, aşağısında yazıram ki 72 qramdır. Deməli x-i də hesablasaz tənasüb yolundan, yəni bu cür hesablayacaqsınız, görəcəksiniz ki 36 eləyir və həqiqətən də 36 düzdür. Sərf olan oksigen həcmi isə bura yazıram x litr, aşağısına isə 5 vurulsun 22,4 litr yazacağam. Və uşaqlar 5 vurulsun 22,4-ün də yarısı bizə eləyir 56, yəni doğrudur. Deməli 2 ilə 3 olan variantımız da olur 33-də Y bəndi. Gəlin uşaqlar baxaq 34-cü suala. 34-cü sualda bizə deyir ki 1 mol X2 bəsit maddəsi ilə 3 mol hidrogen birləşərək 2 mol Y əmələ gətirir. Uşaqlar bu 2 mol Y-in tərkibində deməli X və H var. Əgər X və H reaksiya daxil olursa, deməli Y maddəsinin tərkibində də X və H olacaq. Və biz də bilirik ki, əmsallaşma qaydasına əsasən sol tərəfdə və sağ tərəfdə atomların sayı eyni olmalıdır. Əgər məndə sol tərəfdə X atomunun sayı 2 dənədirsə, sağ tərəfdə də X atomunun sayı 2 dənə olmalıdır və həqiqətən də görürsünüz ki, X atomunun sayı 2 dənədir. Amma hidrogen atomuna diqqət etsəz, sol tərəfdə görürsünüz ki, 6 hidrogen atomu var, sağ tərəfdə isə 6 hidrogen atomu deyil. Yəni hələ ki yoxdur. Ona görə mən burada hidrogen ayağına 3 yazmalıyam ki, indeksini 3 yazmalıyam ki, əmsaldakı 2-ni 3-ə vuran olsun 6. Deməli sizin Y maddəniz XH3-dür. İndi deyir ki, bu 2 mol Y-lə, yəni 2 mol XH3-lə 1,5 mol oksigen reaksiya daxil olduqda sizə 1 mol azot və 3 moldakı Z maddəsi əmələ gətirir. Uşaqlar, deməli bu Z maddəsinin tərkibində deməli siz bildiniz ki, onda baxın uşaqlar fikir verin. Əgər ki məndə azot varsa, deməli mənim X maddəm azot imiş, yəni ki mənim formulum NH3 imiş. NH3 üzərinə gəlinsin oksigen şəklindəymiş və onda məndə burada Z maddəsinin tərkibində artıq azot yox,
hansı elementlər olmalıdır? Hidrogen və oksigen elementlər. Çünki azot burada artıq qeyd olunub. Hidrogen və oksigen elementlər. İndi hidrogen və oksigen elementlərinin sayı deməli bərabər olmalıdır. 1,5 mol oksigendə 2 mol da amoniakdır. 2 mol amoniakda uşaqlar nə qədər hidrogen atomu var? 6. Ona görə də buradakı əvvəldəki 3-də qeyd elədim. Hidrogen atomu burada sayı 2 olmalıdır ki, 3-ə 2-yə vuranda 6 hidrogen atomu eləsin. Sol tərəfdə görürsünüz ki, 3 oksigen atomu var, sağ tərəfdə də 3 oksigen atomu var. Deməli, sizdə Z maddəniz H2O-dur, amma ki, Y maddənizdə NH3-dür, yəni bu da olur 34-də Y bəndi. Uşaqlar, 35-ci sualda bənzər sualdır. Deməli, 1 mol X maddəsi ilə 1 mol hidrogen maddəsi reaksiya daxil olub, 1 mol Y maddəsi əməl gətirir. Deməli, bu Y maddəsinin tərkibində X və H olacaq və bu XH2-dir. XH2, yəni ki, bu mənim Y maddəmdir. XH2 də deyir ki, indi burada həmin bu aldığın Y maddəni indi deyir ki, ikinci bir ifadədə 2 moldan qeyd edilib. Yəni 2 mol XH2-nin üzərinə deyir 1 mol oksigen gəldikdə sizə 2 mol kükürt verir və 2 moldakı Z maddəsi deyir əmələ gəlir. Əgər mən görəm sağ tərəfdə 2 kükürt varsa, sol tərəfdə də 2 kükürt olması lazımdır. Deməli, məndə X maddəsi kükürt imiş. Deməli, Y maddəsi məndə H2S-dir. Yəni, mən 2 mol H2S-in üzərinə 1 mol oksigen gəlmişəm. Deməli, sol tərəfdə və sağ tərəfdə kükürtlər eyni atom sayda olduğu üçün, deməli, bu Z maddəsinin tərkibində artıq kükürt olmayacaq. Deməli, Z maddəsinin tərkibində hidrogen atomu olmalıdır və hidrogen atomu sayı nə qədərdir? Deməli, uşaqlar, indi görürəm ki, sol tərəfdə hidrogen atomları sayı 4-dürsə, sağ tərəfdə hidrogen atomunun sayı 4 olması üçün hidrogen indeksini 2 yazıram və sol tərəfdə görürəm ki, oksigen atomu sayı 2-dir, sağ tərəfdə də deməli, oksigen atomu sayı 2 olması üçün deməli, yazıram ki, H2O. Deməli, sizin Y maddəniz H2S, Z maddəniz isə H2O-dur. Deməli, H2S və H2S olanda 35-də C bəndi olur. Deməli, uşaqlar, gəlin baxaq 36-cı suala. Sizə deməli, C4H2X və CYH12 verib və hər ikisinin mol sayda 1 mol kimi qeyd edilib. Deyir ki, bunların yanması nəticəsində 9 mol karbon qazanılır. 9 mol karbon qazında uşaqlar nə qədər karbon atomu var? 9 mol karbon qazında 9 karbon atomu var. Biz də görürük ki, C4H2X-də 4 karbon atomu var, amma 5 karbon atomda olması lazımdır ki, 9 olsun. Deməli, Y-iniz olur 5. Deməli, Y-i 5 tapdıq. İndi uşaqlar, 9 mol karbon qazı və 10 mol da su deyir ayrılır. Bu 10 mol suda nə qədər hidrogen atomu var? 20 hidrogen atomu var. İndi 12 hidrogen atomu əgər ki, deməli, C5H12-nin tərkibində 12 hidrogen atomu varsa, 20 hidrogen atomu olması üçün 8 hidrogen atomu çatışmır. Baxın, deməli, sizdə X-də 8 imiş. Y5 və X-də 8 olan variantınız olur 36-da D bəndi. İndi gəlin baxaq 37-ci suala. 37-ci sualda yenə CXH8 və C3HY verib. Hər ikisinin molu verib 1 moldur. 10 mol karbon qazı qeyd olunub və 6 mol da su. 10 mol karbon qazda nə qədər karbon atomu var? 10 karbon atomu. 3 karbon atomu burada var, amma 7 karbon atomu çatışmır. Deməli, X-iniz oldu 7, yəni C7H8-dir. 6 mol hidrogen, 6 mol su molekulunda isə deməli, görürsünüz ki, 12 hidrogen atomu var. 12 hidrogen atomundan 8-i deməli, C7H8-in tərkibində var. 4-ü yoxdur. Deməli, 4-ü də ki, bu Y-dir. X-iniz 7, Y-iniz də 4 olan variant 37-də olacaq B bəndi. Gəlin uşaqlar baxaq 38-ci sualda. 38-ci sualda bizə bir reaksiya verilib. 2NO üzərinə gəlinsin oksigen alınıb 2NO2. Burada deyir ki, NO-nun və oksigenin deməli, reaksiya daxil olan maddələrin 2 miqdarını verib. NO üçün verib A, oksigen üçün də verib B və alınmış qaz qarışığının orta molyar kütləsində verib 40. Deməli, NO təm sərf olunarsa, B bölünsün A nisbətini müəyyən edin. Uşaqlar, NO təm sərf olunur. Yəni, bu nə deməkdir? NO-nun başlanğıcında nə qədər götürülübsə, hamısı reaksiya daxil olub və NO-dan heç bir şey artıq qalmayıb. Deməli, oksigenin müəyyən bir hissəsi qədər reaksiya daxil olub, müəyyən hissəsi də artıq qalıb. Və bizə deyir ki, alınmış qaz qarışığı. Alınmış qaz qarışığı nə deməkdir? Yəni ki, bir alınan maddə, alınan maddəsində nədir? NO2. Bir NO2, bir də oksigendən, yəni artıq qalan maddə ümumilikdə bir qaz qarışığı yaradıb. Yəni, yadda saxlayın, reaksiyadan sonra alınmış bir qaz qarışığı ifadəsi işlədilərsə testlərdə bu deməkdir ki, reaksiyadan alınan maddə, yəni məhsul və həmin bu ilkin maddələrdən biri dedik tam reaksiya daxil olur, digərinə isə artıq qalır və artıq qalan. İndi bizə də deyir ki, şərtdə NO tam sərf olunur. Deməli, bizim qaz qarışığımızda bir alınan maddə NO2, bir də artıq qalan. Artıq qalan da bildik ki, oksigen, artıq qalan maddə olur. İndi biz bunu necə edirik? Bizə deyir ki, orta molyar kütləsi 40-dır. Biz orta molyar kütləni biz bilirik ki, necə hesablamaq lazımdır. İndi NO2-nin nə qədər mol aldığını, oksigendən nə qədər artıq qaldığını bilmirik. Ona görə bir X, buna da bir Y deyə bilərik.
Və düstura əsasən biz bilirik ki, NO2-nin emeri 46-nı vurursunuz, X-ə üzərinə gəlirsiniz, 32-ni vurursunuz, Y-ə bölürsünüz mollar cəmini, X üzərinə gəlsin, Y bərabər edirsiniz 40-a. Və burada nisbət şəklini tapanda X bölünsün Y bərabər olacaq 4 bölünsün 3. Bu nə deməkdir? X-i biz dedik 4, yəni ki, NO2 aiddir. Yəni bu demək ki, 4 mol NO2 alınar və 3 moldakı oksigen deməli artıq qalar. İndi baxın, mən 3 mol deyirəm oksigen, 3 mol oksigen artıq qalar. 4 moldakı dedim NO2 alınır. İndi 3 mol oksigen artıq qalıb. Bəs nə qədər oksigen reaksiyaya daxil olub? İndi mən onu bilmək istəyirəm. Ona görə də NO2-nin nə qədər mol aldığını bilirəm. Onu yazıram yuxarıya. 4 mol yazdım yuxarıya. Aşağısına 2 mol yazıram. Oksigen 1-dir. Deməli, burada oksigen nə qədər reaksiyaya daxil olub desə 2 mol. 2 mol oksigen reaksiyaya daxil olub. Bəs nə qədər NO reaksiyaya daxil olub desə 4 molda tənasübünü həll eləsəz, deməli NO reaksiyaya daxil olub. Və 4 mol NO başlanğıcda var idi. O 4 molda hamısı reaksiyaya daxil oldu. NO-dan heç bir şey artıq qalmadı. Amma oksigen 2 mol oksigen reaksiyaya daxil olub. 3 mol oksigen isə artıq qalıb. Deməli, onda sizdə başlanğıcda oksigenin mol miqdarı neçə imiş? Biz bilirik ki, başlanğıc miqdar tapmaqdan ötürü artıq qalanla reaksiyaya daxil olan cəmləyirik. Yəni 2 ilə 3-ün cəmi olur 5. B oldu 5. A-dakı bizdən NO-nun 2 mol miqdarı ilə 4 idi. A 4, B də 5. Bizdən də soruşur B bölünsün A nisbəti. Yəni ki, 5-i də bölürsünüz 4-ə. O da eləyəcək uşaqlar 1,25. Yəni 38-də olur B bəndi. Uşaqlar 39-cu sualına baxaq. 39-cu sualda bizə deyir ki, 2 litr hidrogeni tam yandırmaq üçün neçə litr oksigen sərf olunur? H2 üstəgəlsin O2 alınır. H2O. Reaksiyanın tənini yazdıqdan sonra əmsallaşdırmaq lazımdır. 2 litr hidrogeni tam yandırmaqdan ötəri nə qədər oksigen lazımdır bilmirəm. Buraya yazıram 2 vurulsun 22,4 litr. Burada yazdım 22,4 litr. Və buradan X hesablayırsınız. 2 vurulsun 22,4 litri 44,8-ə böldükdə eləyir 1. Deməli 1 litr. 40-cı suala baxaq uşaqlar. 40-cı sualda bizə deyir ki, metal karbonat dozunun parçalanmasından. Bu parçalandıqda metal oksid və CO2 əmələ gətirir. Deməli 19,7 qramdan deyir parçalanmasından 2,24 litr karbon qazı alınmışsa, bizə deyir ki, metalın nisbi atom kütləsini müəyyən eləyin. Biz də bilirik ki, qramın altından emer yazılır. Buraya yazılacaq X üzərinə gəlsin 60 qram. Burada yazılır 22,4 litr. Və burada ixtisarlar gedir. X üzərinə gəlsin 60 bərabərdir. Tənasübünü həll edildikdə olur 197. Yəni bu cür həll edirsiniz. Buradan da X bərabər olacaq 137. Deməli, X elementin nisbi atom kütləsi 137-dir. Deməli, uşaqlar, gəlin 41-ci suala baxaq. 41-ci sualda bizə verib ki, 40 milli hidrogen oksigen qazı ilə qarşılıqlı təsirdə olur. Biz bilirik ki, hidrogen oksigenlə qarşılıqlı təsirdə olub əmələ gətirir su və əmsallaşdırırıq. Bura 2 yazırıq, bura 2 yazırıq. Və deməli, görürsünüz ki, qabın kənarında 40 milli oksigen qeyd olunub. Yəni, bu deməkdir ki, 40 milli oksigen artıq qalıb. İndi 40 milli hidrogen burada oksigenlə qarşılıqlı təsirdə olub. Yəni, 40 milli hidrogen reaksiya daxil olub. Ona görə hidrogenin yuxarı hissəsinə 40 milli yazdım. İndi hidrogen təbii ki də oksigenlə reaksiya daxil olur. Yəni oksigendən müəyyən hissəsi 40 milli artıq qalıb, bu artıq qalanı göstərir. Amma nə qədər bəs reaksiya daxil olduğunu tapmalıyam. Ona görə bura deyirəm 1x milli. Aşağısına yazıram ki 2-yə də 1. Buradan x tapdım ki 20. Deməli 20 milli oksigen reaksiya daxil olub. Və 40 milli də oksigen artıq qalıb. Onda ümumilikdə başlanğıcda nə qədər oksigen var imiş? 20 ilə 40-ın cəmi, bəli, 60 milli başlanğıcda 60 milli. Deməli, oksigen var imiş, 40 milli də hidrogen. İndi bizə deyir ki, bu əvvəlki qaz qarışığı, yəni bu başlanğıc qaz qarışığında oksigenin mol payını tapın. Yazırsınız ki, oksigenin 60-ı bölürsünüz ümumi 60 ilə 40-ın cəmi 100-ə, vurursunuz 100%. O da eləyir 60%. Deməli, doğru cavab oldu 60. 42-ci sualda uşaqlar, baxın, bizə bir qrafik verilib. Mən sizə qrafikdən öyrətmişəm ki, aşağı düşən oxlar reaksiya daxil olan maddələri göstərir, yuxarı qalxmaqsa reaksiyadan alınan maddəni göstərir. Baxın uşaqlar, deməli, fikir versəz X-dir, daha sonra Z və T aşağı düşdüyü üçün, deməli, bunlar reaksiya daxil olub. Yazırsınız ki, X üzərinə gəlinsin Z, üzərinə gəlinsin T, Y isə yuxarı qalxan oxdur deyə. Deməli, o reaksiyadan alınandır. Yazıram, ox qoyuram, yazıram Y. İndi uşaqlar, fikir verin, X 12-də başlayıb 10-da düşüb. Nə qədər deməli X reaksiya daxil olub? 2. Bəs yaxşı, Z 12-də başlayıb 4-də bitib. Deməli, 8 mol Z reaksiya daxil olub. T isə 12-də başlayıb 2-də bitib. T daha doğrusu 6-da başlayıb 2-də bitib. Deməli, 4 molda T reaksiya daxil olub. Bəs nə qədər Y alınıb? 0-da başlayıb 8-ə qalxıb. Deməli, Y-imiz 8-dir.
İndi bizə deyir ki, reaksiyanın qrafikinə əsasən 9 mol Y maddəsi alındıqda, 9 mol Y maddəsi alındıqda neçə mol Z maddəsi alınır? Neçə mol bilmirəm, yazıram X mol. 8 mola görürəm ki, 8 molsa, deməli 9 mola 9 mol. Deməli neçə mol deyir? Deməli 9 mol. Deməli uşaqlar, gəlin baxaq 43-cü sualla. 43-cü sualda ilk öncə reaksiyanın tənliyini yazıram. 2x y3 parçalandıqda x2 və 3 molda y2 alınır. Deməli, cədvəldə görürsünüz ki, uşaqlar, x, y3-ün həcmi verib 80, reaksiyadan sonra qaz qarşılığında həcmi verib 112. Uşaqlar, 80-dən 112, biz bunu bir artım yolu ilə də həll edə bilərik. Artım yolu ilə görürsünüz ki, x, y3-ün həcmi 80-dir, reaksiyadan sonrası görürsünüz ki, 112 yazılıb cədvəldə. 80-dən 112, yəni nə qədər artım qeyd olunub? 32. Deməli, 32 litr artım olduqda nə qədər x, y3 reaksiya daxil olub bilmirəm. Deyək ki, bir A qram. İndi mən də görürəm ki, qrafik tənlikdə 2 mol x, y3 reaksiya daxil olduqda nə qədər bəs x2 1 mol, 3 mol da y2 4. Yəni 2-dən 4-ə gəldikdə nə qədər burada artım var? 2 litr. Deməli deyirəm ki, 2 litr, yəni 2 həcm artdıqda nə qədər x, y3 reaksiya daxil oldu? Nə qədər x, y3 parçalandı? 2. Deməli 2 mol x, y3 parçalanırsa, bəs 32 litr daxil olduqda nə qədər x, y3 parçalanır? Buradan anı tapırsınız ki, elə 32. İndi siz də görürsünüz ki, başlanğıcda x, y3-ün həcmi 80-dir. Deməli, bu 80 litrin hamısı tam parçalanmayıb da. Baxın, elə bizdən də bunu soruşur. Deyir, neçə faiz x, y3 parçalanmışdı? 80 ümumidə x, y3-ün həcmidir. Amma onun 32 litri parçalanıb. Deyirəm ki, 80 100 faizdirsə, bəs yaxşı 32 neçə faiz olar? Buradan tapırsınız ki, 40 faiz. Deməli, x, y3-ün 40 faizi parçalanmışdır. 44-cü sualda uşaqlar fikir verin. Birinci reaksiyanın tənliyini yazırıq. 2x, y3 parçalandıqda x2 və 3y2 verir. Baxın, cədvəldə x, y3-ün ilkin həcmini 60 verir. Reaksiyadan sonrası 90. Görürsünüz ki, 60-dan 90-a gəlib, yəni 30 həcm artıb. 30 həcm artanda nə qədər sizdə x, y3 parçalanmışdır? 2. 30 y3-də bir dəqiq 30 həcm artdı. Cədvəldə verilən bilmirəm. Neçə faiz deyir x, y3 parçalanmışdı? Deyirəm ki, bilmirəm, A qramda. Amma tənlikdə görürəm ki, 2-dən 4-ə gəlib. Nə qədər artıb? 2 həcm artıb. 2 həcm deyirəm ki, artanda x, y3 2. Deməli, x, y3 parçalanmışdırsa 30-a da uyğun olacaq. Deməli, 30. Sizdə də x-in, x, y3-ün ilkin həcmi verib 60. Yəni ki, buradan tapdınız ki, sizdə A 30-dur. 30 qram deməli x, y3 reaksiya daxil olub. Deməli 60 litr ümumilikdə həcmi idi. İlkin həcm onun 30-u reaksiya daxil olubsa 30-u da artıq qalıb. İndi deyirsiniz ki, 60-ı 100 faiz isə deyir, neçə faiz parçalanmışdır? Parçalanan yəni 30 qram reaksiya daxil olub da. O da neçə eləyəcək? 30-u vuracaqsınız 100-ə, böləcəksiniz 60-a. O da deyir 50 faiz. Deməli, cavab oldu 50. Deməli, uşaqlar 45-ci suala fikir verin. 45-ci sualda deməli, CO və CO2 yazılıb bir qab. Deyir, tam yanmaması zamanı karbon qazı. Deməli, CO və CO2-dən ibarət qarşının tam yanması. Uşaqlar, biz bilirik ki, karbon qazı yanmır. Amma ki, CO yanır. Belə ki, CO yandıqda, burada yazın. CO yandıqda əmələ gətirir karbon qazı və əmsallaşdırırıq 2, 2. Deməli, uşaqlar, biz bilmirik ki, ilkində qabda CO-nun nə qədər mol olduğunu bilmirəm deyə bir x yazıram. CO2-nin nə qədər mol olduğunu bilmirəm deyə bir y yazıram. X mol CO-da oksigen atom sayı nə qədər x? Çünki mənə deyir ki, şərtdə qarşıdakı oksigen atomlarının sayı 1,6 dəfə artır. Deməli, indi mənə deyir ki, 2-nin qarşıda CO2-nin mol payını faizlə hesablayın. Mən 2-nin qarşıda görürəm ki, x mol CO-dur, y moldakı CO2-dir. X mol CO-da oksigen atomu sayı x-dir, y mol CO2-də isə oksigen atomu sayı 2y-dir. Deməli, ümumilikdə x üstə gələsində 2y qədər oksigen atomu var. İndi mən gördüm ki, yanmadan sonra mən dedim ki, əgər CO2 yanmır, bir dənə CO yanır. Mən görürəm ki, əgər 2 mol CO reaksiya daxil olub, 2 mol CO2 əmələ gətirirsə, deməli, x molda CO reaksiya daxil olub da x mol CO2 əmələ gətirir. Deməli, x mol CO2 alınar. Və məndə də başlanğıcda y mol CO2-də var idi. Y mol CO2-də əvvəldə var idi. X mol CO2-də nə qədər oksigen atomu var? 2x. Y mol CO2-də də 2y oksigen atomu var. Yəni ümumilikdə 2x üzərinə gəlsin 2y-dir. Bu da sondadır. Başlanğıcda indi bizə deyir ki, bu ibarət qarşının tam yanması nəticəsində qarşıda oksigen atomları sayı 1,6 dəfə artdı. Yəni başlanğıcdan sonra 1,6 dəfə artdı. Onun da sondakı qiyməti, yəni belə yazıram da. Yazıram ki, 2x üzərinə gəlsin 2y, 2x üzərinə gəlsin 2y, bölünsün x üzərinə gəlsin 2y bərabərdir 1,6 və buradan x-in y-in qiymətlərini hesablayırsınız. Tapırsınız ki, x bərabərdir 3y. Bunu bir yerdə qeyd elədiniz. İndi deməli, mənim başlanğıcımda 3y CO və y-dəki CO2 var imiş.
Deməli, mənə deyir ki, bu ilkin qarşıdır. CO2-nin mol payını hesablayın. Ümumi mənim qarşılığım 4y-dir. 4y deməli 100%-dirsə, CO2 deyir. CO2-nin əvvəldə də y-dir. Deməli, y-im neçə olacaq? Y-im də deyirəm ki, 25% tapdım. 25. Deməli, mən də yanma zamanı oksigen tam sərf olunmuşdu və CO2-nin mol payını soruşurdu 25%. Hələlik uşaqlar bu qədər. Sağ olun.